necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Mən çox pis idim. Çünki adam ürəyə salır, tıncıxır və elə mən də düşündüm ki, keçən il mən bu gün nağarırdım ki, yəni sıxılmırdım. Çünki həqiqətən ürəyim artıq çox pis sıxılır. Yəni maksimum elədiyim nədir? Hər kəsin olduğu kimi, yəni öz fakültəmdən olan dərsləri kimyadır. Kimyadan oturub təkrarlayıram. Yəni biliklərimi aktiv etmək üçün onu təkrarlayıram, bir də dili inkişaf etdirmək üçün dil öyrənirəm. Bundan başqa heç nə yoxdur. Və adam ürəyi sıxılır, tıncıxır. Mən də bunu düşündüm ki, keçən il bugün mən nağarırdım. Ağlıma gəldi ki, mən bu videolara baxırdım. Ciddən, həqiqətən də bilmirəm bəziləri necə baxır, amma mən həqiqətən də oturub bunu yazıb baxırdım ki, yəni universitetin ilk günü nağarırlar. Universitetin ilk günü sınıfaya nə qoyurlar? Həqiqətən bunları adam bilmək istəyirdim. Çünki ilk günündür və mənim qohumlarım arasında məndən böyük universitetə girən, yəni düzdür, məndən böyük hal-hazırda işləyən insanlar var. Prosto onların indi bizim dövrü fərqlidir də. Və bunun üçün də sual verməyə adam yox idi. Və ona görə də mən dedim ki, yəni sizə də belə bir video çəkim, bəlkə sizə də bir xeyir olar. Sizin üçün də hər hansısa bir cümləm böyük bir avantaj olar və ya da böyük bir nəsə bir iz qoyar deyə dedim ki, mən də belə bir video çəkim, yenə ki çəkməyim. Və gəlin sizə ilk gün nələr yaşayasınız, nələr eləmək lazımdır, onlardan danışaq, amma əvvəla bunu demək istəyirəm ki, hələ kodlaşdırmalıqdan hamı imtahanını verib qutarıbdır, birinci və ikinci imtahan hamısı verilib qutarıbdır və mən sizə bunu demək istəyirəm ki, hamını təbrik edirəm. Hamını canı gönüldən təbrik edirəm. Artıq siz bu bumerangı qutardınız. Bu bumerang həqiqətən insanları o qədər tıncıxdırırdı ki, o hazırlıq dönəmləri. Evdən çıx, yox, birinci. Məktəbdən çıx, evə gəl, evdən hazırlığa, hazırlıqlardan yenə o biri hazırlıq falan filan, evə gəlirsən, yenə dərs oxursan, yenə səhər məktəb. Yəni bu bumerang həqiqətən də bəzilərimizi biraz bezdirir. Bəzilərimiz də elə hamını bezdirir. Düzdür, hal-hazırda biraz darıxıram həmən günlər üçün. Çünki yəni unudulmaz günlərimizdən biri əslində o günlərdir. Hələ ki bunu bilmirsiniz. Siz bilmirsiniz. Bəlkə də bilənlərimiz var. Nəsə. Və bu merakdan siz qurtulduğunuzda sizi təbrik edirəm. Balınız nə olur olsun. Yəni siz əlinizdən gələni elədiniz. Yəni əlimdən gələn budur. Mən bunu bacardım. Yəni pisi ilə, yaxşısı ilə heç bir balın pisi yoxdur. Mən əgər əlimdən gələni eləmişəm və bunu yazmışamsa, bu pis bal deyil. Bu mənim üçün çox yaxşı baldır. Yaxşı ki də mən bu balı yığmışam. Yəni belə düşünün, heç kimin dediklərini heç vecinizə danmayın. Universitetə girənə qədər də o bal məsələsi. Universitetə girəndən sonra heç kim sənin balından danışmır. Amma heç kim danışmır. Yəni sən çünki girdiyin o ortam var ya, hara ki girmisən, sən girdiyin ortamda hamı həmin baldır. Hamı həmin balı yığıbdır və onun üçün də səni kimləsə müqayisə eləməyəcəklər. Bəli, ola bilər. Qrupdan bəzilərinə indi valideyn soruşacaq. Kim zərbəçidir, kim əlaçıdır. Nəsə bu söhbətlər soran söhbətlərdə əsas odur ki, hal-hazırda bir balınıza görə əsla pis olmayın, narahat olmayın. Hər şey yaxşı olacaq, bu bal da unudulub gediləcək. Yəni bir ildən sonra heç sənə balını heç hamı unudacaq da yəni. Universitetə girəndə heç kim soruşmayacaq artıq ki, sən nə qədər bal yığırsan, düzdür ilk gün müəllimlər soruşur, amma yəni əsas qohumlardır, əsas ailədir, o bal teması qutaracaq. Bunun üçün ürəyinizi sıxmayın. Gəlin biz əsas videomuzun məqsədinə keçək. Deməli, ilk özümüzə verdiyimiz suallardan biri nədir? Mən ilk gün dəftər, kitab götürməliyəmmi? Biz ilk günümüzdə bizə dərs keçirilmədi. Sadəcə tələbə kartlarımızı verdilər. Mən amma həmən günə ehtiyatdan bir dənə dəftər, bir dənə ruçka götürmüşdüm. Demirəm sizə 2-dən 3-dən dəftər götürün, amma bir dənə dəftər məncə götürməlisiniz. Yəni hamı ehtiyatən bir dənə dəftər götürsün də. Amma böyük dəftərləri xahiş edirəm götürməyin. Niyə? Çünki yəni o sizə yalana yük olur. Həqiqətən zaman keçdikcə onsuz da bəlkə də istəyəsiniz, istifadə eləyəsiniz. Mən məsələn zaman keçdikdən sonra istədim, onu istifadə elədim, amma ilk günə məncə yaramır. Yəni həmən gün çünki ilk günlər heç bir müəllim dərs keçmir. Düzdür, keçənlər olur. Sizə maraqlanmayan müəllimlər olur.
Amma başqa müəllimlər var ki, həqiqətən dərs ilk başlayanda məsələn sizi sorunsunuz, sizin haqqında biraz məlumat alır, ondan sonra da elə belə dərs haqqında elə belə yüngülvari izahat keçir. Ondan sonra da sizi buraxır. Sizi buraxır, yəni dərs qurtarda. Hə, belə. Yəni ilk gün məncə mənim fikrimdə heç dərs keçirilməsə də keçməyəcəyini adam biləsiniz, amma nəysə. Hər ehtimalla bir dənə balaca bir dəftər, bir dənə rusça götürün. Heç bir kitab götürməyə ehtiyac yoxdur. Onsuz da müəllimin özü də. Bir də ən əsası elə budur. Heç kimdə, yəni hər il bir şey dəyişir. İlk başdan oturub yəni böyüyünüz varsa, məsələn, onunla danışıb deməyin ki, sizə keçən bu məsəl nə dərs keçirilmişdi, mən də onun kitabını alım. Yəni heç vaxt qabaqdan bir kitab almaq kimi bir proses yerinə yetirməyin. Çünki yəni birdən bəzən olur ki, müəllim deyir ki, kitaba ehtiyac yoxdur. Bəzən də olur ki, deyirlər ki, mən fərqli kitabdan dərs keçirəm. Həqiqətən elə bir şey var. Yəni qabaqdan oturub deməyin ki, ay mən kitab aldım, mən kitabla gəlmişəm. Yəni müəllim onu sizdən tələb eləməyibsə almayın. Bəzən heç müəllim tələb eləyəndə görür ki, yəni görürsüz ki, zaman keçdikcə heç ona ehtiyac belə yoxdur da. Yəni mənim PDF-im varsa, elə dərslər var ki, onların heç kitabını almağa ehtiyac yoxdur. Bir semestrlik dərslərdir. Onun niyə sən kitabını almağa? Ya get elə belə bir çıxartdır, lazım olduqca mövzularla. Ya da PDF-dən istifadə elə. Belə. Sonra çanta mövzusu. Çanta mövzusunu mən nə yalan deyim, ilk gün düşünürdüm ki, yəni mənə oradan-buradan dedilər ki, nə danışırsan falan. Ondan sonra mən belə ayıldım ki, hə, belə çanta taxmırlar. Yəni çiyinə taxılan çantalar, məktəbdə istifadə etdiyimiz çantalar nəzərdə tuturam. Hər ikisi çiyinə taxılır, amma neysə, məktəbdə taxdığımız çantalar. Onu taxan mən görmüşəm, oğlanlar daha çox görmüşəm. Hə, ola bilər kompüterlə əlaqəli olan bir dərsləriniz olanda qızların da taxdığını görmüşəm. Amma belə normalda, yəni adi qızların istifadə etdiyi balaca bizim istifadə etdiyimiz balaca çantalar qızlar taxa bilər. Yəni bunun üçün heç bir problem yoxdur. Heç kim də sabit şey demir ki, sən niyə sumka gətirməmisən? Götürmək istəməmişəm, mənə ağırlıq verməsin. Amma gülməlisi siz nədir? Deməli, dəftər olsa götürəcəyik də biz. Bax, balaca bir sumkanı taxırıq belə. Dəftərləri də nə deyirlər ona? Hədiyyəli paketlər nə deyirlər? Nəsə elə ondan özünüz bildiniz, hədiyyə alanda içinə qoymaq üçün paketlər alırıq. Məsələn, onun içinə dəftərlərimizi qoyuruq, bir onu özümüzə yük edirik, bir də sumkanı. Zaman keçdikcə özünüz də görəsiniz ki, balaca sumkadansa daha çox çiyinə taxılmalı olsun, amma içində dəftəriniz sığan bir çanta olsun. O daha səmərəlidir və sizin işinizi də rahatlaşdırır. Yəni bəzən olur ki, həqiqətən oraya tınzıxırsınız, 2 dənə şey, biri buradan, biri əlində. Yəni ağırlıq verir, lazım deyil. Məncə hamı özü üçün elə bir sumka alsın ki, dəftər də ona sığsın və bu da onun üçün çox rahat olar. Və ən əsas bayaqdan da gözlədiyim məqam. Ən başdan mən nə deyirəmsə, bütün qrup yoldaşımda olan bütün qızları həqiqətən öpürəm. Yəni hamısını çox istəyirəm. Bəziləri düşünürlər ki, mən onlardan xoşum gəlmir. Biraz aramızda qırışma olan bir qızlar ola bilər və yaxud da dəyişməli, gözsüzdürməli bir qızlar ola bilər, amma həqiqətən zarafatsız. Mən onların hər birini ayrı-ayrı çox istəyirəm. Ciddən həqiqətən çox istəyirəm. Amma biraz təcrübələrimdən danışmayım qızlar. Məncə danışım da, qoy danışım. Deməli, uşaqlar, ən əsası ilk gün elədiyiniz, yəni ilk gün padruq olduğunuz insanla canım cizimdən danışmayın. Çox xahiş edirəm, canım cizimdən danışmayın. Heç qıraqdan səmimi görünmür, valla səmimi görünmür. O da belə, ayda buna baxın, bitmi görünür, belə deyim. Elə insanlarla da rastlaşasınız. 100% bir qrupda olmalıdır. O ilk gün o canım, ürəyim, balım, yəni belə danışan qızlar mütləq ki var. İlk gün, yəni belə danışan qızları görəsiniz. Mən sizə deyirəm. Və daha çox o qızlardan uzaq durun. Bizim qrupda var idi mi? Olsa da uzaq durmuruq. Çünki çox istəyirəm hamısını. Nəsə, buran keçək və uşaqlar, ilk gün elədiyiniz dostluq ola bilər, 4 il keçənlər ola bilər. Yəni, niyə də ki, yox, 4 il dostluq eləyən insanlar tanıyıram. Amma mən ona o qədər də çox inanmıram. Nə yalan deyim. Yəni, ilk gün elədiyim dostluğun axıra qədər gedəcəyini inanmıram. Mən ilk gün bir ay bir qızla danışmışam.
Bu Stars'ya ait bir video da istəyirsə, onu da bir çəkərəm. Sırf o Stars'la əlaqədardır ki, mən bir ay niyə bir qızla danışmışam? Yəni bir ay bir dənə qız nədir? 27 nəfərin içərisində bir ay bir dənə qızla danışmışam. Bu o qədər pis bir şeydir ki, yəni zamanla görürsən ki, mən nələr itirmişəm, mən nələr, yəni mən niyə uşaqlarla danışmırdım ki? Yəni bir də mən sizə bir şey deyim. İlk gün, yəni hamı ilə danışmağa çalışın. Hər gün hamı ilə danışmağa çalışın. Olduğunuz ortamda həqiqətən insanlarla əlaqə qurmağa çalışın. İnsanların dilini tutmağa çalışın və güləriz olun, şirin dildə olun. Siz danışmayanda kimlənsə, soyuqqanlı olanda mən elə düşünürdüm ki, məsələn, kimsə mənə danışmaq istəyir, danışar da, yəni mən niyə danışam ki? Amma elə deyil həqiqətən də. Yəni ilk gün sizə yaxınlaşmaq istəyən olsun, istəməyən olsun, siz danışın. Danışmasınız, qıraqdan çox eqolu görünürsünüz həqiqətən də. Çünki mənə elə deyirdilər, mən deyirdim, mən eqolu zat deyiləm axı. Yəni ego nə əlaqə, mən nə əlaqə, amma həqiqətən elə görünür qıraqdan. İlk gün nə canım cicim olmayın, nə də soyuqqanlı olmayın. Hamı ilə normal rəftar edin, gülün, danışın. Belə. Bir də ilk gün dedik dostluğu axıra qədər getməz. Mənim ilk gün danışdığım bir qız var idi, onu deyirdim, hə. Həmən qızı qətiyyən istəmirəm. Onu hələ də çox istəyirəm. Çox şirin bir qızdır. Amma ilk gün daha çox yaxın idik. Şimdi o qədər də yaxın deyilik. Yəni bu normal bir şeydir, ola bilər də. Yəni bu mənim xasiyyətimdən ötürüdür və ya onun xasiyyətindən ötürüdür. Yəni burada bir problem yoxdur. Hələ də padruqa yox. Amma əvvəl kimi deyilik. Bu ola bilər. Bunun qədər də əvvəl birimizi sevmədiyimiz insanlarla çox yaxın ola bilərik. Hal-hazırda olduğum ortamda bax elədir. Mənlə xoşları gəlmirdi və hal-hazırda birimizi çox istəyirik. Yəni elə bir ortamdayım. Ona görə də demək istədiyim nədir? İlk gün elədiyiniz dostluğa nə çox bel bağlamayın, nə də nifrət elədiyiniz bir insana sonradan yəni onunla dost ola bilərsiniz. Nifrət edəniz, yəni xoşlamadığınız insan haqqında arxasından danışmayın. İlk gün kimə danışasan, yəni onu sən hələ tanımırsan, onun elə belə bir dənə sənə belə tərs baxışını niyə danışasan ki, sonradan onunla yaxın olasan və o axırda deyib dolaşacaq da o söz sənə. Nəsə, mənim dediklərim bu qədər. Ağlıma nəsə gəlsə və siz bunu xoşlasanız, part 2-ni çəkərəm. Starslıqdan da biraz danışaram. Onun necə bir şey olduğunu, ay çox şey yaşamışam. Nəsə, ilk gün və universitetdə mənim başıma gələn çox gülməli olaylar var. Hal-hazırda vaxtımız yoxdur. Onu da inşallah bir gün danışarıq. Part 2-sini danışarıq. Sizi sevirəm, öpürəm. İnşallah part 2-də görüşərik.